Kimdən başlayaq? Məsələn, Aydə müəlliməni mən neçə gündür görmürəm dərsdə. Aydə müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Mən sizi neçə dərsdə görmürəm. Hə, arada başım qarışıq idi, girəmirdim. Keçən dərs girmişdim amma. Buyurun. Mən Muradova Aydə Məmmədəli qızı 1969-cu ildə Gəncə şəhərində anadan olmuşam. Gəncə şəhər Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbi bitirmişəm. Gəncə şəhər Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə Gəncə Sənaye Pedaqoji Texnikumunun texnologiya müəllimliyi ixtisasını bitirmişəm. Gəncə şəhər Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyətə başlamışam. Pedaqoji fəaliyyətim dövründə Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunmuşam. Məktəbdə keçirilən açıq qapı günündəki açıq dərslərdə iştirak etdiyim üçün fəxri fərmanla təltif olunmuşam. 2026-cı ildə keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında uğurla keçərək 54 bal toplamışam və müsahibə mərhələsinə dəvət almışam. Öz üzərimdə çalışıram, yeniliklərə açıq müəlliməm və özümü inkişaf etdirirəm. Məqsədim şagirdləri müasir dövrün tələblərinə cavab verən bir şəxsiyyət kimi yetişdirməkdir. Əla. Bir dənə o, belə deyək də, bir arada dayandınız, o dayanmağı, yəni o çaşdırıcı məqamları çalışın, aradan Qaldığım işlədiyim yeri deyirdim. Bəli, baxın o məqamları biraz orada, yəni dayanmasaq çox yaxşı. Əla, qısa, konkret, gözəldir. Təlim nəticəsi nədir Aydə müəllimə? Təlim nəticəsi? Təlim nəticəsi mənimsənilməsi qabaq nəzərdə tutulan, Əvvəlcədən nəzərdə tutulan bilik və bacarıqların əvvəlcədən müəyyən edilməsidir. Mənimsənilməsi nəzərdə tutulan bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Təlim nəticəsini necə çıxardırsınız? Müəyyənləşdirərkən nələrə diqqət yetirirsiniz? Bunların hər birini danışın. Ətraflı. Orada gözləməyin ki, sizə sual veriləcək. Onlar bir dənə sual verib gözləyəcəklər. Buyurun. Bəli. Təlim nəticəsini SMART planlama texnikası əsasında çıxardırıq. Yəni təlim nəticəsi effektiv olmalıdır, spesifik olmalıdır, aydın olmalıdır, əlçatan olmalıdır, qiymətləndirilə bilən olmalıdır. Real resurslar, imkanlar, mövcud imkanlar nəzərə alınmalıdır, vaxt nəzərə alınmalıdır. Təlim nəticəsi dərsin məqsədi xüsusi anlayışdır. Təlim nəticəsi isə geniş anlayışdır. Təlim nəticəsinin aşağıdakı bölmələri var. Təhsilin səviyyələri üzrə, sonra sinfin, fənin sonu üçün, dərsin sonu üçün və məzmun xətləri üçün. Bu əvvəl saydıqlarım dövlət tərəfindən verilir. Sonuncu dərsin sonu üçün olan isə müəllim tərəfindən, yəni 45 dəqiqə müddəti üçün hazırlanır. Bəli, doğrudur. Yəni belə deyək də, müəllim dərsin məqsədi ki deyirik, bu bir dərs üçün, bir akademik dərs saatı üçün nəzərdə tutulmuş təlim nəticəsidir ki, bunu müəllim alt standartdan özü çıxardır. Doğrudur. Təlim nəticəsinin özünü alt standartdan götürə bilərsiniz. Bəli. Təkmilləşmiş kurikulumlarda alt standartı elə təlim nəticəsi kimi də götürmək mümkündür və təlim nəticəsini dərsin əvvəlindən şagirdlərə elan etmək lazımdır. Ki, onlar bilsinlər ki, hansı bilik və bacarıqlara gələnəcəklər, reallaşdıracaq. Doğrudur. Bəs yaxşı, başqa hansı anlayış idi ki, biz onu deyirdik ki, dərsin əvvəlində elan etmək lazım idi? Dərsin meyarları, qiymətləndirmə meyarları. Qiymətləndirmə meyarları hardan çıxarılır? Nəyə əsasən? Bəli, qiymətləndirmə meyarları da təlim nəticələrindən çıxarılır. Məqsəddən, yəni dərsin məqsədindən çıxarılır, doğrudur. Bəs yaxşı. Belə demək olar mı ki, qiymətləndirmə meyarları 4 səviyyə üzrə müəyyən olunur. Bəli, siz o meyarları 4 səviyyə üzrə müəyyənləşdirirsiniz. Bilirsiniz, bəli, ancaq ki, biz orada əvvəllər belə idi ki, o səviyyələri müəyyənləşdirəndə müəllimin köməkliyi ilə, çətinliklə yerinə yetirir, qismən yerinə yetirir, belə şeylər yoxdur da.
Bu cümlələri işlətməyəcəyik. İcmal yazanda indi mən özüm sizə izah eləyəcəm. Bilirsiniz ki, bütün fənlərdən o icmalı özüm şəxsən yazacağam. Nümunə olaraq birini yazıb təqdimat eləyəcəm sizə və burada dərsdə izah eləyəcəm ki, mən onu məsəl üçün o meyarı necə yazdım? Meyarı yazarkən o müəllimin köməkliyi ilə və yaxud da çətinlik çəkir. Bu sözlərdən istifadə eləməyəcəyik. Şagirdin mövcud biliyinə uyğun meyar təyin eləyəcəyik. Məsəl üçün, mən öz fənnimə deyirəm. Məsəl üçün indi Azərbaycan dilindən deyirəm. Azərbaycan dilində 1-ci səviyyədə olan şagirdin bilik və bacarıq səviyyəsi hansı, belə də bilik və bacarıqları hansı səviyyədə olar? Bu məsəl üçün mövzu isimdir. Bu mənə ismi sadəcə sadalayacaq, düzdür? Sadalayacaq, tərifini deyəcək, təkrarlayacaq və yaxud da deyək ki, başqa məsəl üçün deyirlər də elə müəllimə Bloom taksonomiyasına görə. Ay, sağ olun. Bloom taksonomiyasına görə onu təyin edəcəyik. Yoxsa ki, müəllimin köməkliyi ilə qismən bunlar qaldı, 3-ü, 4-ü bundan qabaqda və sizə də kimsə də ki, belə bir icmal nümunəsi falan göstərsə, bilin ki, başdan getdi, yazıb elə belə deyək də, başından eləyibdir. Belə bir mən ümumiyyətlə belə deyək də, ödənişlə, ayrıca ödənişlə icmalın yazılmasının əleyhinəyəm. Çünki necə gəldi, nə gəldi, başı çıxan, çıxmayan hamısını yazır. Baxırsınız ki, nə bir düzəməli meyar var orada. Nə bir düzəməli səviyyə gedirsiniz ora, komissiya üzvü də deyir ki, ay müəllimə, çətinliklə çəkir, nədir? Müəllimin köməkliyi ilə edir, nədir? Şəxsən bunu mən özüm iştirak etdiyim müsahibədə deməli, zaldan çıxan bir müəllim qeyd etmişdi ki, mənim özüm şəxsən taksonomiya üzrə yazıram. Yəni şagirdin mövcud bilik səviyyəsi üzrə yazıram. Müəllimlərə də belə öyrədirəm. Yəni yazıb nümunə olaraq verirəm. Dedi ki, bunu mənə səhv tutdu və yaxud da dedi ki, o meyar, o necə meyarda çıxarmısınız deyir. Aldım müəllimin icmalına baxdım. Dedim, ay müəllimə, bunu siz elə götürüb təlim nəticəsini meyar kimi çıxartmısınız. Eynilə elə bir təlim nəticəsini meyar kimi veribdi. Meyardan da çıxardım müəllimin köməkliyi ilə, çətinlik çəkir, nə bilim qismən. Bunları əlbəttə ki, mənfi kimi qarşıladılar ki, belə olmaz, belə bir səviyyə, belə meyar olmaz. Bəli, yəni ona görə deyirəm ki, bu şəxsən özüm şahid olmuşam ki, bunu qəbul etməyiblər. Onda Bəli, bəli. Yəni meyar nədir? Şagirdin mövcud bilik səviyyələrinə, bilik və bacarıq səviyyəsinə qoyulan bir ölçüdür. Ayrıca olan və şagirdin görürsüz mövcud. Yəni məsəl üçün mən formativ qiymət siz deyirsiniz o 4 səviyyə üzrə. Bax o summativdədir. Bax summativdə ümumiyyətlə qiymətləndirmə meyarlarını bilirsiniz ki, həm formativdə var, həm də summativdə var. Summativdə o meyar çevrilir bala. Necə? Məsəl üçün 10 dənə sual hazırlayırıq. 3 dənə sual son 3 dənə sual 5 balla qiymətləndirirsiniz. Sonra 4-cü, 5-ci sualları məsəl üçün 10 balla qiymətləndirirsiniz. 9-cu, 10-cu sualları da 20 balla qiymətləndirirsiniz. 10 dənə suallıq bir dənə məsəl üçün summativ qiymətləndirmə hazırlayırsınız. Bunu belə edirik də ballarla. Balları da səviyyələrə görə veririk. Sualları da meyarlara əsasən hazırlayırıq. Amma formativdə belə deyil. Formativdə meyarları əvvəlcədən təqdim edirsiniz. Summativdə isə o meyarları bala çeviririk. Yəni suallar əsasında o suallar meyarları və onun səviyyələrini ölçür. Deməli, meyarlar summativ qiymətləndirmədə şagirdin nailiyyət səviyyəsini ölçür, amma ki, formativdə şagirdi istiqamətləndirir, onun fəaliyyətini yönləndirir. Yəni fəaliyyətini istiqamətləndirərək şagirdin güclü və zəif tərəflərini görməsinə və eyni zamanda qiymətləndirmənin obyektiv və şəffaf keçirilməsini təmin edir. Belə deyəcəyik. Yaxşı, bəs meyara uyğun, belə deyək də, qiymət jurnala, daha doğrusu şagirdin gündəliyinə. Şagirdin gündəliyinə rəy yazırsınız, yoxsa meyar? Rəy yazırıq. Doğrudur. Rəyi nəyə əsasən yazırsınız? Rəyi də təlim nəticələrinə uyğun. Yox. Meyara uyğun. Rəyi də meyara uyğun yazırsınız. Bax, bəzən müəllimləri çaşdıran məqam budur. Deyir, gündəliyə mən o boyda rəyi necə sığışdırım, ay müəllim? Rəy yazmıram axı. İndi bir təri sığışdırmalıyıq da. Niyə? Çünki gündəliyə nə yazmalıyıq? Rəy yazmalıyıq. Və eyni zamanda o rəyi biz meyara əsasən verməliyik. Bəli. Bilirsiniz necə? Məsəl üçün, 1-ci səviyyədə olan şagird, sizin fənniniz musiqi fənni idi də, müəllimə, düzdür? Texnologiya? Bəli. Ay, son, texnologiya. Deyək ki, sizin ixtisasınızda, fənninizdə aşağı səviyyəli şagird, məsəl üçün, hər hansısa bir mövzunu neyniyəcək? Sadalayacaq, sıralayacaq, qaydasının tərifini deyəcək, düzdür? Maksimum o aşağı təfəkkürlü şagird bunu bacarır. Yəni, danışır. Qaydanı, məsəl üçün, deyir, söyləyir, amma məsəl üçün, təqdimat hazırlamaqda, hesablamaqda, nə bilim, qurmaqda, ölçməkdə, hazırlamaqda çətinlik çəkəcək, düzdür? Amma onun tərifini sizə kitabda yazılan kimi deyəcək. Deməli, siz ona belə rəy verəcəksiniz ki, yəni meyara əsasən rəyi necə verəcəksiniz?
Deyəcəksiniz sağlayır. ki, bax qaydaları Aysun, afərin, qaydaları izah elədin. Yaxşı izah edirsən. Lakin, nə bilim, qurulaşdırmaqda, ölçməkdə, biçməkdə, indi sizin fəndə indi bu var da, hazırlamaqda çətinlik çəkirsən. Sonra o çətinliyi necə aradan qaldıracağına dair yol istiqamət göstərirsiniz ki, onun səviyyəsini qaldırasınız. O şagirdi inkişaf etdirəsiz. Yəni o birinci səviyyədə qalmasın, onu inkişaf etdirmək üçün. Bəli, biz Bizdə Hı hı. səviyyə məsələn hazırlayır, yaradır da, o Aha, yaratmaq bəli. Bəli, bəli. sonuncusu. Onu qaldırırsınız. Bəli, onun səviyyəsini qaldırıb, yəni ona yol istiqamət göstərirsiniz ki, o inkişaf eləsin. Biz də icmal yazanda bunların hər birinə aid hər mövzuya aid meyar da yazacağıq, rəyi də yazacağıq, konstruktiv rəyi də, hətta o rəyi nəyə əsasən yazdıq? O təlim nəticəsinin Bizdə maketin, o birinci də maketin eskizini çəkir, ən yüksək səviyyədə olanda maketi hazırlayır. Ay, sağ olun. Bəli. Aşağı təfəkkür səviyyəli şagird maketin eskizini çəkə biləcək. Amma yuxarı təfəkkürlü şagird, yəni 4-cü səviyyəyə malik şagird o maketi hazırlayacaq. Bəli, siz ona əsasən də, yəni meyarınız nədirsə, o meyarı səviyyələrə görə yazacağıq ki, daha dəqiq olsun. Doğrudur, Ayda müəllimə. Bəs yaxşı, alt standart nədir? Alt standart şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan tələb, dövlət tələbidir. Alt standart şagirdin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli, alt standart nə? Bəzən dəyişir, alt standart isə daim dəyişir. Sinifdən sinifə keçdikcə şaquli istiqamət üzrə sadədən mürəkkəbə doğru dəyişir, çətinləşir. Alt standart summativ qiymətləndirmənin hazırlanmasını təmin edir. Sonra nə edirdi? Sonra təlim strategiyalarının müəyyənləşdirilməsidir, təlim inteqrativliyinin təmin edilməsidir. Məzmunun davamlı inkişafını təmin etmiş olur. Məzmunun davamlı inkişafı deyəndə yəni nəyi nəzərdə tutur? Yəni ki, məzmun xəttləri heç bir zaman dəyişmir, amma onu inkişaf elətdirən nədir? Alt standart. Mərhələlər üzrə, yəni o öyrənmə mərhələləri, prosesləri. Bəli, bəli. Alt standart nəyə görə dəyişir? Məzmunu inkişaf elətdirməkdən ötürü. Məzmun 1-ci sinifdən 11-ci sinifə qədər eynidir. Alt standartda siniflər üzrə dəyişərək o məzmunun inkişafını təmin edir. Yəni məzmunun inkişaf edir. Şaguli istiqamətdə siniflər üzrə getdikcə çətinləşir mövzular. Doğrudur. Yaxşı, bəs sizdən soruşulsa ki, niyə o nəticəni, təlim nəticəsini müəyyənləşdirmisiniz? Yəni və yaxud da niyə o inteqrasiyanı müəyyənləşdirmisiniz? Niyə o iş üsulundan istifadə eləmisiniz? Nə deyəcəksiniz? Onu da alt standarta görə müəyyən olunur. Bəli, bəli. Bax, az öncə sadalayırdıq ki, təlim strategiyalarının müəyyənləşdirilməsi, məqsədin çıxarılması, inteqrasiyanın müəyyənləşdirilməsi hamısı alt standart əsasən. Bir müəllim də var idi ki, belə sual vermişdilər. Deməli, dedi ki, o iş üsullarını və iş formalarını özünüzdənmi müəyyənləşdirirsiniz? Özünüzdənmi? Yəni, özünüz istədiyiniz məsələn inteqrasiya. Standarta görə, təlim nəticəsinə görə seçirik. Müəyyənləşdiririk, doğrudur. Bəli, alt standartın tələbinə görə. Doğrudur müəllimə. Yaxşı, bəs sinifinizdə həddən artıq utancaq və cavab verməyə çəkinən şagirdlə necə işləyirsiniz? O şagirdə əvvəlcə sadə tapşırıqlar verərəm, alışdıra, sonra onu cütlərlə iş üsuluna cəlb eləyərəm, iş formasına cəlb eləyərəm və artıq onda ünsiyyət, əməkdaşlıq yarandıqdan sonra onu qrupla bir yerdə işləməyə cəlb eləyərəm. Ona sonra təqdim eləməyi tapşıraram, vaxt bölgüsü, bəzən liderliyi tapşırmaq olar ki, bu uşaqda da liderlik bacarığı formalaşsın, əməkdaşlıq ünsiyyət bacarıqları formalaşsın və utancaqlığı aradan qalxsın. Bəli, doğrudur. İlk öncə həmin o şagirdi cavab verməyə məcbur eləmirik ki, məsəl üçün, niyə cavab vermirsən, niyə danışmırsan, belə yox. Şagirdi məcbur etmədən siz onun yazılı şəkildə cavab verməsini istəyə bilərsiniz, tapşıra bilərsiniz ki, məsəl üçün, sən fikirlərini yazılı şəkildə bildirə bilərsən. Yəni, utanırsan danışmağa deməyə, sən yazılı şəkildə bildirə bilərsən. Sonra onu qrupa yox birbaşa, çünki axı o çəkinir, zaten o çoxluqdan çəkinir. Cütlərlə işə cəlb edirsiniz. Sonra onu yavaş-yavaş, tədricən, dediyiniz kimi, bəli, tədricən məcburi şəkildə yox, tədricən artıq görürsünüz ki, cütlərlə, yoldaşı ilə bölüşür, danışır, artıq bu, belə deyək də, nitq qabiliyyətləri, danışıq qabiliyyəti, bu utancaqlığı geridə qoyubdur. Siz onu qruplarla işə cəlb edirsiniz.
edirsiniz və onun hər kiçik uğurunu belə konstruktiv rəylə qiymətləndirirsiniz və hər kiçik uğurlarını belə qeyd edirsiniz. Yəni məsəl üçün Və onu həvəsləndirirsiniz. Bəli. şagirdlərin qarşısına elə çıxardaram onu sinifin qarşısına o uğurları ilə, Bəli. xüsusi qeyd etməklə. Bəli, bəli, doğrudur. Bəs yaxşı, şagirdiniz sizə qarşı hörmətsizlik etsə, həmin şagirdə ilk reaksiyanız nə olar? İlk reaksiya o sinifdə heç bir söz demərəm. Tənəffüsdə və yaxud dərsdən sonra onunla fərdi söhbət aparıb bunun səbəbini soruşaram və başa salaram ki, müəllimə qarşı belə hörmətsizlik etmək olmaz. Bizim qaydalarımız, prosedurlarımız var. Bunlara şagird əməl etməlidir. Bəli, Müəllimə hörmət etməlidir. bəli, doğrudur. Və sinifdə belə deyək də, mənəvi dəyərlər formalaşdırırsınız. Sinifdə mənəvi dəyərlər, sonra emosional intellekti formalaşdırmalısınız ki, nəinki müəllimə qarşı, sinif yoldaşlarına qarşı da diqqətli olsun. Bəli, qaydalarımız, prosedurlarımız olmalıdır. Mənəvi dəyərlər bilirik də, böyüyə, kiçiyə hörmət eləməkdir və bu mənəvi dəyərləri siz formalaşdırsanız, emosional intellekti formalaşdırsanız, artıq şagird belə deyək də, bilər ki, məlumatlı olar ki, özündən böyüyünə necə danışmaq lazımdır. Və yaxud da həmin o şagird sizə sən deyə müraciət eləyə bilər. Bu zaman mən ona başa salaram ki, böyüklərə siz deyə müraciət etmək lazımdır. Özündən böyük tək müəllim yox, özündən böyük hər bir kəsə siz deyə müraciət etmək lazımdır. Aysun, bunun niyyətini də başa salacaqsınız ki, bunu biz hörmət əlaməti olaraq deyirik. Yəni hörmət əlaməti olaraq özümüzdən böyüklərə siz deyə müraciət etməliyik. Bunu bir sadə dildə izah edirik ki, yəni biri var deyəsiniz ki, məsəl üçün müəllim var ki, reaksiya verir ki, sən yox, siz. Belə şagirdlərin içərisində belə reaksiya verir. Təbii ki, onu biz şagirdlərə həssas bir dillə başa salmalıyıq. Əgər bizə sən deyirsə, ilk növbədə bunu biz problem etməməliyik. Yəni belə deyək də, əsəbləşməməliyik, emosional belə də gərginliyə qapılmamalıyıq. Biz bunu birinci normal, sakit şəkildə qarşılayıb bunun yəni bu niyə müəllimə sən deyilməməlidir? Bunu başa salmaq lazımdır ki, biz hörmət əlaməti olaraq özümüzdən böyüklərə siz deyə müraciət eləyirik. Yəni ona görə özümüzdən böyüklərə nə deməliyik? Siz deyə müraciət eləməliyik. Bəli, doğrudur. Və biz bunu özümüz bir nümunə olmalıyıq. Yoldaşlarımıza qarşı, həmkarlarımıza qarşı, rəhbərimizə qarşı, şagirdin gözü önündə sizlə danışmalıyıq ki, şagirdlər də görsün ki, biz digər yoldaşlarımızla necə danışırıq. Bəli, doğrudur müəllimə. Bəs yaxşı, şagirdlərin tənqidi təfəkkürünü necə inkişaf elətdirərsiniz? Onun üçün şagirdlərə xüsusi tapşırıqlar, layihə əsaslı tapşırıqlar, düşündürücü tapşırıqlar vermək lazımdır. Bundan başqa xüsusi əsasən də ədəbiyyat və tarix fənlərində bu olur. Bir personajın rolun haqqında, onun fəaliyyəti haqqında, orada müsbət, mənfi cəhətləri haqqında öz fikrini bildirmək uşağa tapşırılır və Bəs o bunu sizin dərsdə? Bəli. Bəs sizin dərsdə? O ədəbiyyat dərsində olur. Bəs sizin dərsdə? Hə, bizim dərsdə də nəyisə bir şey hazırlayanda onun öz fikirlərini qata bilər ora. Bir maketini bildirə bilər. O maketə formalar, eskizlər çəkə bilər, özünün xəyalında yaratdığı cürbəcür müxtəlif formalarda formalar, maşın, məsələn, tutaq ki, oğlan uşaqlarına deyirsən ki, bir maşın hazırla. Sən necə formada istəyərsən? O öz fikirlərini bildirir, onun eskizini çəkir. Öz münasibətini bildirməyə bir təşviq edən bir sual verə bilərsiniz. Sonra hazırladığı hansı bir maketin, bir əşyanın yenə müsbət, mənfi tərəflərini deyərək tənqid təfəkkürünü dəyərləndirməyə tapşırarsınız. Bəli, doğrudur. Niyə bunu seçibdir, niyə bu formada istəyir? O fikirlərini bildirdikcə onun tənqid təfəkkürü inkişaf edə bilər. Bəli, əlavə olaraq, yəni şagirdi müzakirəyə cəlb edə bilərsiniz, müzakirələrə. Sonra şagirddə belə deyək də özünü qiymətləndirməyə şərait yarada bilərsiniz. Yoldaş qiymətləndirməyə, yoldaşına rəy versin, fikir bildirsin, özünü qiymətləndirsin. Sonra refleksiya etməsinə şərait yarada bilərsiniz. Sonra qərar qəbul etmə bacarığına əsaslanan tapşırıqlar, seçim etmək bacarığına əsaslanan tapşırıqlar verə bilərsiniz. Ola bilər qrup işində.
Debat üsulundan istifadə edə bilərsiniz. Sonra Sokrat dialoqundan sualdan sual çıxararaq bir sözlə sual-cavablarda iştirakını təmin edərək bəli, Cümlə açıq kökləri. suallar verə bilərsiniz şagirdə, tənqidi təfəkkür inkişaf eləsin deyə. Çünki açıq suallar da yuxarı təfəkkür səviyyəsini inkişaf etdirir. Doğrudur müəllimə, çox sağ olun. Sizə. Deməli, Təranə müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə, buyurun. Necəsən? Çox sağ olun. Necəsiniz müəllimə? Yaxşıyam, siz də yaxşı olasınız. Özümü təqdim edeyim. Buyurun. Açım görüntümü də. Açın. Mən Əfəndiyeva Təranə Rafiq qızı 1968-ci ildə Şamaxı rayonunda anadan olmuşam. Şamaxı Bir Saylı Tam Orta Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Şamaxı Mədəni Maarif Texnikumunun Xalq Çalğı Alətləri ixtisası üzrə təhsil almışam. Burada da təhsilimi başa vurduqdan sonra 1989-cu ildən Şamaxı Elşən Hüseynov adına 2 saylı tam orta məktəbində musiqi müəllimi kimi fəaliyyət göstərirəm. Fəaliyyətim dövründə məktəb tədbirlərində, rayon tədbirlərində uğurlu çıxışlarım olub. Bu uğurlu çıxışlarıma görə sertifikatlarla təltif olunmuşam. Təşkilatçı müəllim kimi fəaliyyət göstərirəm. Müəllimlərin sertifikasiya mərhələsindən 43 bal toplayaraq müsahibə mərhələsinə dəvət almışam. İşimi, sənətimi çox sevirəm. Məqsədim şagirdlərimizin musiqiyə meyl və marağını daha da artırmaq üçün çalışmaqdır. İcazə versəydiniz, Azərbaycanımızın dilbər köşələrindən biri olan, musiqisi və sözləri Bəhram Nəsibova aid olan Qarabağın mahnısını siz dəyərli komissiya üzvləri üçün ifa edərdim. Nə gözəl, çox gözəl, əla. Çox maraqlıdır. Burada da elə ifa etsəydiniz, qulaq asardıq. Onu hər dəfə deyirsiniz. Hə, deməli, müəllimə, qiymətləndirmə nədir? Qiymətləndirməyə nəyə şərait yaradır? Deməli, müəllimə, qiymətləndirmənin 4 növü var. Olur milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, məktəb daxili qiymətləndirmə, yekun qiymətləndirmə. Milli qiymətləndirmə keyfiyyət dəyişikliklərini aparmaq üçün aparılan qiymətləndirmədir. Beynəlxalq qiymətləndirmə adından göründüyü kimi ölkələr arası müqayisədə aparılan qiymətləndirmədir. Məktəb daxili qiymətləndirmə isə diaqnostik, formativ, summativ qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə şagirdin ilkin bilik bacarıq səviyyəsini ölçmək üçün, öyrənilməsi üçün aparılan qiymətləndirmədir. Rəsmi qiymətləndirmə deyil, heç bir dövlət sənədində qeyd olunmur. Müəllimin şəxsi jurnalında və şagirdin portfolisində saxlanılan qiymətləndirmədir. Diaqnostik qiymətləndirməni müəllim şagird sinifdən sinifə keçdikdə, məktəbdən məktəbə keçdikdə, deməli, dərs ilinin əvvəlində apara bilinən qiymətləndirmədir. Diaqnostik qiymətləndirməni müəllim rəsmi qiymətləndirmə olmadığı üçün öz şəxsi hazırladığı sual-cavab vasitəsilə də apara bilər. Bu səbəbdən buna misal gətirmək olar, bibo, zigzag, klassik kimi iş üsullarından istifadə etmək olar. Formativ qiymətləndirməyə gəldikdə, formativ qiymətləndirmə isə şagirdlərin məzmun standartlarının mənimsəməsi fəaliyyətinin izlənməsi deməkdir. Şagirdin formativ qiymətləndirmə dərs boyu yol yoldaşıdır. Şagirdi olduğu yerdən olacağı yerə qaldırılması deməkdir. Formativ qiymətləndirmənin müəllim dərsin hər mərhələsində keçirə bilər formativ qiymətləndirməni. Formativ qiymətləndirmə şagirdin dərs prosesinin irəliləməsinin izlənməsi deməkdir. Gəldik summativ qiymətləndirməyə. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir.
dövlət sənədində qeyd olunan qiymətləndirmədir. Şagirdlərin nailiyyətlərini qiymətləndirmək üçün aparılan qiymətləndirmədir. Summativ qiymətləndirmənin də iki növü var. Olur kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə. Qeyd etdiyimiz kimi kiçik summativ qiymətləndirmə şagirdlərin nailiyyətlərini qiymətləndirir. Böyük summativ qiymətləndirmə isə deməli, birinci yarımilin sonunda, ikinci yarımilin sonunda aparılan qiymətləndirmədir. Kiçik summativ qiymətləndirmə müəllim tərəfindən keçirilir. Böyük summativ qiymətləndirmə isə məktəb rəhbərləri tərəfindən keçirilən qiymətləndirmədir. Bəli, tamamilə doğrudur. Bəli. Bir dənə məqamda diqqətli olmalıyıq. Bax, bu dediniz ki, diaqnostik üsulda klasterdir, bibödür, bir də ziqzaqın adını çəkdiniz. O ziqzaqın adını çəkmirik. Çünki diaqnostikdə ziqzaq yoxdur axı. Ziqzaqda gərək dərs keçəsiniz. O dərsdə çətin bir tapşırıq olar, siz onu qruplara bölərək şagirdlərə mənimsədəsiniz. O da diaqnostikdə yoxdur. Öyrənmə prosesi yoxdur diaqnostikdə. Diaqnostikdə sadəcə şagirdin ilkin bilik və bacarıqlarını yoxlayırsınız. Sual-cavabla yoxlaya bilərsiniz. Məsəl üçün, belə deyək də, tapşırıq vermə üsulundan istifadə edə bilərsiniz. Klasterdir, bibödür, bəli, doğrudur. Bir dənə ziqzaqa çıxmaq şərti ilə, bəli, istifadə edə bilərsiniz. Doğrudur müəllimə, çox gözəl. Əla. Bundan sonra əlavə edə bilərəm ki, diaqnostik qiymətləndirmə ilkin planlamaya şərait yaradır. Dərsi effektiv şəkildə planlamaya şərait yaradır. Sonra deyə bilərik ki, diaqnostik qiymətləndirmə diferensiallaşmaya da şərait yaradır. Demişdim ki, bunu həmişə hər dəfə mən dərsimdə qeyd edirdim ki, diaqnostik bərabərdir diferensiallaşdırma. Diaqnostik də D hərfi ilə başlayır, diferensiallaşmada. Deməli, diaqnostik nəyə şərait yaradır? Diferensiallaşmaya şərait yaradır. Bəli. Sonra deyə bilərsiniz ki, məsəl üçün, effektiv planlamaya şərait yaradır. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə isə təlim proqramında dəyişiklik etmək ehtiyacını üzə çıxarır və eyni zamanda şagirdləri inkişafa doğru aparır. Burada şagirdlərin fəaliyyətini izləyirsiniz, onları istiqamətləndiриrsiniz, əks əlaqə qurursunuz, konstruktiv rəy, yəni əks əlaqə konstruktiv rəy verirsiniz. Əsas tərkib hissəsi, yəni konstruktiv rəydir. Siz konstruktiv rəyi, belə deyim də, əks əlaqəni summativ qiymətləndirmədə də verə bilərsiniz. Soruşa bilərlər sizdən ki, əks əlaqəni təkcə siz deməli formativdə verirsiniz, xeyr, summativdə də verə bilərsiniz. Amma belə deyim də, formativ qiymətləndirmədə verdiyiniz o konstruktiv rəy, əks əlaqənin növləri var da, bilirsiniz. Motivə edici əks əlaqə var, korrekt edici əks əlaqə var, sonra konstruktiv əks əlaqə var, destruktiv var. O destruktiv düzgün olmayanda o heç. Amma ki, siz formativ qiymətləndirmədə konstruktiv rəy verirsiniz. Yəni düzgün, gələcəyə yönəlik. Amma ki, summativ qiymətləndirmə də əks əlaqə verirsiniz, amma o konstruktiv deyil. Yəni gələcəyə yönəlik deyil. O əsasən keçmişə yönəlikdir. Siz onu nə məqsədlə verirsiniz? Şagirdlərin təlim nailiyyətlərini təhlil etmək məqsədi ilə. Doğrudur. Təhlil edib şagirdləri inkişafa aparırsınız, inkişaf elətdirirsiniz ki, yəni belə deyim də sizə, çünki şagirdlərin təlim nailiyyətlərini təhlil etdikdə, summativlərin, yəni nəticələrini təhlil etdikdə onları inkişaf etdirmiş olursunuz. Amma formativdə onların fəaliyyətini stimullaşdırırsınız. Görürsünüz, fərq ondan ibarətdir ki, səhvlərini təhlil edirsiniz summativdə şagirdləri inkişaf etdirmək üçün. Formativdə əks əlaqə verirsiniz ki, onların fəaliyyətini stimullaşdırıb gələcəyə yönəlik məqsədə doğru aparmaq üçün. Bəli, doğrudur. Sonra, bəs yaxşı, Təranə müəllimə, şagird yoldaşları tərəfindən təcrid olunarsa, ona necə köməklik edərsiniz? Səsiniz bağlıdır. Yəni müəllimə bullyingə məruz qalmış olarsa, Ola belə bilər bullyingə məruz qalsın. Ola bilər məsəl üçün şagirddir. Digər şagirdlər ona bəli də, yəni nəzərə öz qruplarına almırlar. Bunun özü bəli, sosial bullying ola bilər. Bəli. Sosial bullying ola bilər ki, şagirdi öz belə də qruplaşmasına və yaxud da hər hansı bir tədbirə gedirlər, hər hansı bir yarışa gedirlər, onu özləri ilə aparmırlar. Sinifdən belə deyək də yoldaşları onları təcrid edir, uzaqlaşdırır, kənarlaşdırır. Deməli müəllimə, bullying şagirdlər arasında zorakılıq əlamətidir. Bu cür şagirdləri tanımaq üçün müəllim o həmin şagirdin dərsə gəlməməyindən, sonradan şagirdlərin arasında olmamağından,
daha sonra əsəbi olmağından, hissi olmasından anlaya bilər ki, bu uşaq hər hansısa bir bullyingə məruz qalıb. O səbəbdən müəllim şagirdlə fərdi yanaşıb söhbət etməlidir. Əgər bu hansı bir nəticə vermərsə, məktəb psixoloqu ilə, həmin dərs deyən müəllimlərlə əlaqə saxlayıb, valideynlə əlaqə saxlayıb bu cür zorakılıqları aradan qaldıra bilər. Psixoloqdan, ən çox psixoloqla əməkdaşlıq edə bilərsiniz ki, yəni onun şagirdə psixoloji dəstək göstərəsiniz. Çünki şagird yoldaşları tərəfindən təcrid olunarsa, təbii ki, psixoloji olaraq gərginlik yaşayacaq ona görə. Bundan əlavə, əgər şagird sinifdə yoldaşları tərəfindən təcrid olunursa, deməli sinifdə o şagirdlərdə empatiya hissi yoxdur. Düzdürmü? Qarşısındakını anlamaq, özünü onun yerinə qoymaq, emosional intellektləri zəifdir deməli bu şagirdlərin. Deməli müəllim nə etməlidir? Şagirdlərdə emosional intellekti gücləndirməlidir. Emosional bacarıqlar, yəni emosional intellekti formalaşdıracaq bacarıqlar sinifdə tətbiq eləməlidir ki, şagirdlər empatiya qura bilsin həmin o şagirdlə. Düzgün yola gedə bilsinlər, yəni düzgün münasibət qura bilsinlər, əməkdaşlıq etsinlər, ünsiyyət, əməkdaşlığa dəvət etsinlər. Yəni bu yoxdur şagirdlərdə, görürük ki, yoldaşını təcrid edir və müəllimin də məqsədi nə olmalıdır? Sinifdə bir empatiya hissi formalaşdırmaq, emosional intellekti formalaşdırmaq, şagirdlər arasında olan bu gərginlik ki var, bu deyək ki, yoldaşını qəbul etməmə halları falan. Yəni bunları siz əlbəttə ki, şagirdlərdə bu emosional intellekti, münasibətlərin idarə olunması, əməkdaşlıq, ünsiyyət bacarıqlarını belə deyək də formalaşdırıb, sizin ilin əvvəlində sizin tətbiq etdiyiniz qaydalar, prosedurlar və gözləntilər var. O gözləntilərin içərisində bir-birinizə hörmət edin. Düzdür? Bir-birinizə hörmət edin gözləntisi var. Yəni şagirdlərin bir-birlərinə hörmət etməsi, sonra qaydaları var bununla bağlı, sonra yazılı ortaq dəyərlər var və eyni zamanda empatiya hissini formalaşdıracaq tapşırıqlar verə bilərsiniz. Qrup işlərində şagirdlərin belə deyək də empatiya bacarığını formalaşdıran tapşırıqlar verib birgə şəkildə qrup içində işləməsini təmin edə bilərsiniz ki, bu bacarıqlar formalaşsın. Elə qrup işlərinin özü münasibətlərin idarə edilməsi, əməkdaşlıq, ünsiyyət bacarıqlarını formalaşdırır. Ona görə də bəli, siz şagirdlərdə öncə empatiya hisslərini, emosional intellekti formalaşdırırsınız. Sinifdə bir dəstəkləyici bir mühit yaradırsınız ki, sağlam psixoloji bir mühit yaratmalısınız. İlin əvvəlinə qaydalar, prosedurlar, gözləntilər və şagirdlərlə danışıq aparmalısınız. Ki onlara o bizim gözləntilərimiz, qaydalarımızı, prosedurlarımızı bir-birinizə hörmət edin, düzgün əməkdaşlıq qurun, əməkdaşlığın bərpa olunmasına dair siz danışıqlar aparmalısınız. Bu halı aradan qaldırmalısınız bir müəllim kimi. Yəni danışıqlar aparanda nə deyəcəksiniz? Orada başa salacaqsınız ki, düzgün əməkdaşlıq etmək lazımdır. Empatiya hissini formalaşdırmaq üçün uşaqlara yönləndirici suallar verməlisiniz ki, bax, yoldaşınıza qarşı siz belə bir hərəkət edirsiniz. Düşünün ki, bu hərəkət sizə qarşı olunur. Özünüzü necə hiss edərsiniz? Bəli, bu cür yönləndirici suallarla əməkdaşlığı bərpa edib təmin etməyə çalışırsınız, doğrudur. Yaxşı, deməli, Təranə müəllimə, bəs bizim o qeyd etdiyimiz layihə işləri ki var, ümumiyyətlə, layihə nədir müəllimə? Ola bilər ki, sual verə bilərlər sizə ki, layihə nədir? Layihə, məsələn, bizim indi fənnimiz musiqi fənnidir. O layihə odur ki, hər hansı bir şagirdə musiqiyə aid olan bir layihəni verərsən ki, bu layihə üzərində işlə. Məsələn, bəstəkarlar haqqında məlumat topla, Bəli. sonra daha nə deyə bilərəm? Bəstəkarlar haqqında məlumat toplayacaq, bəstəkarların yazdığı əsər haqqında məlumat toplayacaq, sonra ona aid bir vizual təqdimat hazırlayacaq, mənbələrdən araşdırmalar edəcək, yaradıcı burada layihələr, komanda işi, qrup işi şəklində, bunu ən çox qrup işi şəklində verə bilərsiniz ki, şagirdlərdə burada əməkdaşlıq, ünsiyyət, sosial bacarıqları formalaşsın, yaradıcı layihə tapşırırsınız və onlar sonda gəlib bir məhsul ortaya qoyacaqlar. Bu məhsul posterdə ola bilər, maket də ola bilər, hər hansısa bir belə deyək də yazılı hesabat da ola bilər, vizual təqdimat da ola bilər. Bəli, bu layihə adlanır. Biri var, şagird gedib kitabdan hazır məlumatı əzbərləsin. Ümumiyyətlə məlumat əzbərləsin, oxusun, öyrənsin. Bir də var, şagird gedib özü araşdıraraq öyrənib bir məhsul ortaya qoyacaq. Bu yaradıcılıq tələb edir, bu tədqiqat işi tələb edir.
Bəli, araşdırma, müstəqil araşdırmanı tələb edir. Ona görə də daha doğrusu qruplar şəklində siz bunu tapşıra bilərsiniz ki, əməkdaşlıq və sosial bacarıqlar inkişaf etsin. Layihə yəni budur, bəli. Layihə işləri tapşırarkən siz qrup işlərini, yəni qrup halında layihə tapşırarkən həmin o qrupda şagirdlərin işləməsini, əməkdaşlıq etməsini necə təmin edirsiniz? Təəssüf ki, qrup halında uşaqlar, şagirdlər işləyəndə əvvəlcədən qrupun qaydaları haqqında şagirdlərə məlumat verirəm ki, qrupda bu cür qaydalar tətbiq olunmalıdır. Qrup qaydalarını tətbiq eləyəndən sonra qrupda vəzifə bölgülərimiz olur. Hansı şagird hansı işi daha yaxşı bacararsa, bir-birinin aralarında bu vəzifə bölgülərini aparırlar. Əgər öz aralarında vəzifə bölgüsünü apara bilməzsə, təbii ki, müəllim onlara yaxınlaşıb, həmin bu vəzifə bölgülərində onlara yaxından köməklik göstərə bilər. Təbii ki, bu vəzifə bölgüləri də eyni şagirdlərə verilməli deyil. Deməli, ayrı-ayrı şagirdlərə verilməlidir. Sonradan uşaqların həmin o dediyim layihə üzərində işləyərlərsə, o layihəni həm şagirdləri qrup halında qiymətləndirərəm, həm də fərdi halda qiymətləndirərəm. Aha, doğrudur müəllimə. Birinci təəssüf ki ilə başladınız. Elə bilim deyəcəksiniz ki, təəssüf ki mən qrup işi keçirmirəm. Onu gözləyirdim, amma demədim. Yaxşı ki. Hə, deməli, qrup işinə başlamazdan əvvəl siz qrup qaydalarını tərtib edirsiniz və onu şagirdlərə izah edirsiniz. Qrup qaydalarını xatırladırsınız. Bu qrup qaydalarını özünüz hazırlayırsınız, yoxsa şagirdlərlə birgə? Şagirdlərlə birlikdə. Bəli, doğrudur. Doğrudur. Bəs yaxşı, qiymətindən narazı olan şagirdə necə köməklik edirsiniz? Həmin şagirdə fərdi yanaşaram, bildirərəm ki, bu dəfə qrup halında bu işimiz yaxşı alınmayıb, gələn dəfə yaxşı olar. Gələn dəfəki qrup işində işimiz yaxşı olar. Yox, Qiyməti ona... qrup işində Yox. yox, summativdə. Summativdən narazıdır. Hə, summativdən narazıdır. Elə summativdə də müəllimə deyərəm ki, indi belənciyinə olub, yaxşı nəyisə bilməmsən, nəyisə yaxşı yazmamsan, düz yazmamsan, düz işləməmsən, biraz üzər. Müəllimə, indi o nəyi sən gətirib göstərməlisiniz də şagirdə, gətirib göstərməlisiniz, izah eləməlisiniz. Ayson. Təbii ki, yazılı summativi göstərəcəm də ona ki, məsəl üçün, harada səhv eləmisən, harada düz eləmisən. Onsuz da onun nailiyyətləri təhlil olunacaq. Bəli, onsuz da ona vaxt ayıracaqsınız. O summativ qiymətləndirmənin nailiyyətlərinin təhlili aparılacaq. Yəni orada bilinəcək ki, uşaq hansı sualı səhv yazıb, niyə səhv yazıb, onu biz təhlillər aparacağıq onun üstündə, başa çalacaq. Amma yenə də narazıdırsa, Təranə müəllimə, onu da necə eləyərsiniz? Yenə də narazıdırsa, siz dediyiniz kimi, nə bilim, belə fikirləşirəm ki, məktəb rəhbərliyinə deyərəm. Məktəb rəhbərliyi. Siz deməyəcəksiniz. Deyəcəksiniz ki, şagirdlərin birinin yenidən qiymətləndirilməsini tələb etmək hüququ var. O şagird sizdən tələb edə bilər. Amma onu icra eləmək sizlik deyil. Siz şagirdi və yaxud da bu şagird olsun, valideyn olsun, fərqi yoxdur. Siz onu yönləndirirsiniz. Əgər sizin o araşdırmanız, o izahatınızdan qaynaq olmursa, siz onu yönləndirəcəksiniz məktəb rəhbərliyinə ki, buyurun, məktəb rəhbərliyindən tələb edə bilərsiniz. Yəni, birinin yenidən qiymətləndirməsini deyəcək, mən tələb eləm, mənim hüququmdur. Gedib, yəni, yönləndirirsiniz ki, məktəb rəhbərliyindən və o məktəb rəhbərliyi bu işi araşdırandan sonra bir edəkdə ölçü götürüləcək. Əgər siz qiymətləndirməni obyektiv və şəffaf şəkildə keçirmisinizsə, qiymətləndirmə meyarlarına uyğun şəkildə və eyni zamanda şagirdin qiymətləndirmə prinsiplərinə uyğun şəkildə, yəni keçirilmiş mövzulara aid suallar tərtib etmisinizsə, ümumiyyətlə düzgün, obyektiv, qərəzsiz şəkildə keçirmisinizsə, problem yoxdur. Onda o rəsmi qaydada həll olunacaq, rəsmi qaydada o tərtib olunacaq, yenidən keçiriləcək bir işdir. O da bizim işimiz deyil. O rəhbərliyin işidir. Rəhbərlik özü araşdıracaq, özü qərar verəcək buna. Doğrudur müəllimə. Yəni bu belə, yəni sual, belə cavablar vermək lazımdır. Çox sağ olun Təranə müəllimə. Sağ olun. Başqa kim iştirak etmək istəyir? Deməli, Vəfa müəllimə var burada. Heç Vəfa müəlliməni mən səsini eşitməmişəm. Vəfa müəllimə, iştirak etmək istəyirsiniz? Buyurun, səs açın. İştirak etmək istəmirsiniz? Çalışın, dərsdə iştirak edin müəllimlər. Bax, Samir Bayramov bizim qruplarda varmı belə bir müəllim? Yoxsa hər hansısa bir bizim qrupdan olan bir müəllim də başqa adla daxil olub? Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun.
Şamin olar. Şamin Bayramov. O mənim oğlumdur. Mən Şəfəq müəlliməyəm. Bəli, bəli, Bəlkə Şəfəq müəllim. ondadır. Hı hı. Bəlkə Bəli. ondadır. Öz adınızla daxil olsaydınız, yəni bilmiş olardım. Sadəcə belə bir Hə. ad bizim qrupda olmadığı üçün düşündüm ki, yəqin ki, başqa bir link paylaşar. Yəni buna görə mən soruşdum. Narahat olmayın, qoşula bilərsiniz. İştirak Hə. etmək istəyirsiniz müəllimə, yoxsa Hələ dinləyim də, məlumatım heç nədən yoxdur. dinləyin? Hə, o PDF-lərin üzərində də hazırlaşaram, göndərdiyiniz PDF-lərin üstündə. Aha, bəli. Esmira müəllimə, Hə. buyurun. Esmira müəllimə, buyurun. Bəli. Buyurun, özünüzü təqdim edin. Müəllimə, əvvəlcə bir söz soruşum. Mən ixtisas artırma kurslarında iştirak etmişəm, sertifikatlar almışam. Məsələn, kurikulum kurslarında iştirak etmişəm, sertifikatını almışam da bunların. Və bunları demək lazımdır. Bəli, bəli, bəli. Bunlar deyə bilərəm. Bəli, deyəcəksiniz ki, fəaliyyətim illərində, yəni pedaqoji fəaliyyətim illərində təlimlərdə iştirak eləmişəm, ixtisasat hansı təlimdə iştirak eləmisiniz, amma onun adını deyin. Ki, filan təlimdə iştirak edib sertifikatlar əldə etmişəm. Bu sizin üstünlüyünüzdür orada qeyd etməyiniz. Bəli, deyəcəksiniz. Məsələn, ixtisas artırma kurslarında iştirak etmişəm, sertifikat almışam. Kurikulum kurslarında iştirak edib sertifikat Bəli, almışam. kurikulum təlimlərdə iştirak Yəni edib bunlar- sertifikat əldə etmişəm, bəli. Qeyd edin onu. Hə, onlar. Aha. Tamam. Mən Zeynalova Esmira Musa qızı 1977-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olmuşam. Elə həmən kənddə Ağcabədi rayon Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbini bitirmişəm. Daha sonra Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayının nəzdində musiqi təhsili alaraq musiqi müəllimliyi ixtisasına yiyələnmişəm. Pedaqoji fəaliyyətə 2002-ci ildən Ağcabədi rayon Sadıq Kərimov adına İmamqulbəyli kənd tam orta məktəbində musiqi müəllimi kimi fəaliyyət göstərirəm. Pedaqoji fəaliyyətə başladığım dövrlərdən məktəb daxilində gedən tədbirlərdə fəal iştirak etmişəm. Öz üzərində işləyən yeniliklərə açıq müəlliməyəm. Bir çox ixtisas artırma kurslarında iştirak edib sertifikatlar almışam. Kurikulum kurslarında iştirak edib sertifikat almışam. Bu il müəllimlərin sertifikasiya imtahanında iştirak edib 48 bal toplamışam və müsahibə mərhələsinə dəvət almışam. Eyni zamanda bu il müəllimlərin işə qəbulu imtahanında da iştirak edib 78,65 bal toplamışam. İxtisasımı çox sevirəm, şagirdlərimi də çox sevirəm. Məqsədim şagirdlərimizə musiqimizi daha dərindən öyrətmək, bəstəkarlarımızın yaradıcılıqları ilə tanış etməkdir. Diqqətiniz üçün çox sağ olun. Aha, əla. Bir dənə nə edirik? Düzdür, onun mən də işlədirəm. Qapalı saytların hamısını sayıram danışanda. Onu mən də işlədirəm. Amma orada çalışaq ki, olmasın. Orada çalışaq ki, bu özünü təqdim etmədə nitqimiz səlis və sərbəst olsun. Belə yəni normal, əla. Problem yoxdur. İllərdə məsəl üçün bir dənə anadan olduğunuz tarixi deyirsiniz, yerdə qalan o universitetə nə vaxt daxil olmusunuz, işə nə vaxt başlamısınız, ehtiyac yoxdur. Hal-hazırda hansı təhsil müəssisəsində işləyirsiniz, musiqi müəllimi kimi fəaliyyət göstərirəm. Diaqnostik qiymətləndirmədə iştirak eləmisiniz? Xeyr, orada iştirak eləməmişəm. Səhhətimlə bağlı aparmadılar. Hə, yəni deyirəm ki, iştirak etmisinizsə, onu da vurğulaya bilərsiniz. O sizin üstünlüyünüz idi. Aha, deməli, əgər iştirak etməmisinizsə, yəni ehtiyac yoxdur onu yəni orada deməyə. Və eyni zamanda belə deyim sizə, müəllimlərin işə qəbulu, MİQ imtahanı yox, müəllimlərin işə qəbulu imtahanında iştirak edərək bal toplamışam. Sonra sertifikasiya imtahanında iştirak edərək bu qədər bal toplamışam. Balınızı belə uğurla, belə fəxrlə qeyd edirsiniz və deyirsiniz ki, müsahibə mərhələsinə dəvət almışam. Məqsədiniz də o təsvir incəsənətlə bağlı olan hər hansısa bir qeyd etdiyiniz kimi cümlələrlə bitirə bilərsiniz ki, şagirdlərin estetik zövqünü inkişaf etdirmək, dünya görüşlü bir şəxsiyyət yetişdirmək. Musiqi, Ayson. Hə, musiqinin zənginliyini öyrətmək, Azərbaycan musiqisinin zənginliyini şagirdlərə öyrətmək. Sonra başqa məsəl üçün musiqinin zənginliyi deyiniz, siz daha yaxşı bilərsiniz ki, o musiqi insanın necə təsir edir, ümumiyyətlə musiqinin ümumiyyətlə həyatımızda olan o vacibliyi ki var. Başqa məsəl üçün sözlərlə qeyd edə bilərsiniz. Deyirəm birdən çox olar, uzun uzadı olar.
Ona görə onları əlavə elədim. Yox, çox gözəl. Özünüzdən də qeyd etmisiniz ki, yəni məqsədiniz nədir? Bir müəllim kimi nə edirsiniz? Öz üzərinizdə fəaliyyət öz üzərinizdə çalışırsınız, özünüzü inkişaf etdirirsiniz. Bir cümlədə əlavə istəsəniz əlavə edərsiniz öz fənninizə görə. Məsəl üçün biologiya müəllimi deyir ki, təbiətin sirlərini, coğrafiya müəllimi deyir belə, yəni onda daha maraqlı olur. Yəni bir musiqi müəllimi kimi bir cümlə ilə Azərbaycan musiqisinin zənginliyini şagirdlərə öyrədirəm. Sonra deməli müəllimə, təlim nəticəsi nədir? Təlim nəticəsi əvvəlcədən məlum olan təlimin öyrənirəm, sonra da burada deyəndə təlimin nəticələrinə qoyulmuş Müəllimə, siz alt standartdan təlim nəticəsini inteqrasiya elədiniz. Deməli, qarşıladım. bir dəfəlik demək istəyirsiniz. Mənimsənilməsi nəzərdə tutulan bilik və bacarıqların qoyulmuş dövlət tələbidir. Yox, Yenə qarışdırdım. başlığı təlim nəticəsi oldu, sonunda alt standart. Mənimsənilməsi nəzərdə tutulan bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Bəli, Müəyyənləşdirməsini qarışdırdım. Məsəl üçün, siz dərs keçəcəksiniz. O dərsin sonunda şagird hansı bilik və bacarıqları əldə edəcək? Siz onu əvvəlcədən bir gün əvvəl planlaşdırmanızda yazırsınız onu, qeyd edirsiniz. Alt standartdan onu çıxardıb müəyyənləşdirirsiniz ki, hə, sabahların bu təlim nəticəsini mən reallaşdıracağam. Yəni bu deməkdir. Sonra təlim nəticəsini müəyyənləşdirərkən nədən istifadə edirsiniz? Necə olmalıdır? Bir dərs ərzində neçə təlim nəticəsi reallaşdırırsınız? Geniş danışın. Orada gözləməyin ki, sual verəcəklər. Aha. Təlim nəticəsi alt standarta əsasən aparılır. Bir təlim nəticəsində 1, 2, 3 alt standartdan istifadə etmək olar. Yəni reallaşdırdığı qədər müəyyənləşdirin. Tələb olunan alt standart Aha. belə deyək. Qeyd edirik ki, O sabaha qalmır. Düzəlişdirə bilmədim. yəni qeyd edirik ki, Bu günləri ancaq MİQ üçün olanlardan biraz oxumuşam. aha. Siz belə deyək də, əməl başda inteqrasiya eləmisiniz. İnteqrasiya elədim. Qarışdırmışam. Aha. İndi siz orada nə deyəcəksiniz? Deyəcəksiniz ki, baxın, mən bir dərs ərzində maksimum 3 dənə təlim nəticəsi, yəni maksimum sözünü də orada çevir Azərbaycan dilinə, ən çox 3 dənə təlim nəticəsi və yaxud da 3 dənə standart reallaşdıra bilərik. Demirəm, reallaşdıra bilərəm. Biz reallaşdıra bilərik, normalda yəni reallaşdıra bilərik, amma ki, mövcud vaxtı, resursları nəzərə alaraq reallaşdıra biləcəyim qədər müəyyənləşdirirəm. Reallaşdıra biləcəyim qədər. Bu 1, 2, 1 və ya 2 ola bilər, bəli. Normalda 1 və ya 2 müəyyənləşdirməyimiz daha gözəldir ki, onu çatdıra bilək, reallaşdıra bilək. Düzdür, təlim nəticəsini müəyyənləşdirərkən smart planlama texnikasından istifadə edirik. Bəs yaxşı, smart nədir? Aha. Smart planlama spesifik olmalıdır, əl çatan olmalıdır. Smart planlama deyəndə, yəni ölçülə bilən olmalıdır. Vaxtı dəqiq təyinləşdiririk. Yəni real imkanlara əsasən resurslardan istifadə olunur. Smart planlama deyəndə bunlar nəzərdə tutulur. Real imkanlar, resurslar, vaxt mütləq şəkildə nəzərə alınmalıdır, əlçatan olmalıdır, ölçülə bilən olmalıdır. Bəli, yəni bunların hər biri nəzərə alınmalıdır. Yaxşı, bəs siz reallaşdıra bilməyəcəyiniz alt standartı necə edirsiniz? Saxlayırsınız növbəti dərsə? Xeyr, çalışmaq lazımdır ki, bir dərs üçün olunan alt standart elə həmən dərsdə mənimsənilməlidir. Ay, sağ olun, reallaşdırılmalıdır. Bəli, növbəti dərsə saxlamaq olmaz. Bir şərtlə saxlayaram. Əgər mənim mövzum 2 saatlıq-dırsa, baxırsınız proqrama görürsünüz, 2 saatlıq, 3 saatlıq dərsdirsə, hə, reallaşdıra bilməsinizsə, bilirsiniz ki, növbəti dərsdə bu mövzu olacaq. Ona görə bəli, belə reallaşdıra bilərik. Amma müəyyənləşdirdiyimiz standartı və təlim nəticəsini mütləq şəkildə müəllim reallaşdırmalıdır. Bəs yaxşı, təlim nəticəsi neçənci sinifdən başlayır? Təlim nəticələri neçənci sinifdən başlayır? Təlim nəticələri ilə dərs başlayandan 1-ci sinifdən başlayır 11-ci sinifə qədər. Demək olar ki, hər dərsdə təlim nəticələri ilə dərs keçirilir. Təlim nəticəsi məktəbə hazırlıqdan başlayır. Məktəbə hazırlıqdan. Amma sizin fənniniz neçənci məktəbə hazırlıqda varsa, deyin ki, məktəbə hazırlıqdan başlayır. Sizin fənniniz məktəbə hazırlıqda yoxdursa, deyin 1-ci sinifdən başlayır. Amma məsələn, fizika 1-ci sinifdən gedir.
Son. Fizika müəllimləri biz ümumi danışacağıq da. Yəni belə Yox, müəllimə, ətraflı musiqi bağışlayın, musiqi var. Məktəbə qədər hazırlıqda musiqi var. məktəbə qədər də bəli. Belə məktəbə qədər yox, Aha, məktəbə bunu hazırlıqda. bilmirəm. Məktəbə qədər bağçadır, məktəbə hazırlıqda. Deməli, Hə. məktəbə hazırlıqda var. Deyəcəksiniz ki, təlim nəticələri məktəbə hazırlıqdan başlayır. Mənim fənnim də məktəbə hazırlıqda olduğu üçün, yəni orada tədris olunduğu üçün məktəbə hazırlıqdan başlayır. Yəni musiqi fənninin təlim nəticəsi başlayır. Ümumilikdə təlim nəticələri bəli, məktəbə hazırlıqdan başlayır. Çünki orada da dərs keçirlər, orada da jurnal yazırlar, orada da proqram var. Bəli, oradan, yəni məktəbə hazırlıqdan başlayır. Amma ki, fizika müəllimləri, fizikada, kimyada bunlar biraz diqqətli olmalıdır. Yəni bir sözlə, əgər məktəbə hazırlıqda yoxdursa sizin fənniniz, siz belə geniş xırdalıqları ilə danışın ki, onlar başa düşsün ki, nə demək istəyirsiniz. Deyəcəksiniz ki, təlim nəticələri fizika və yaxud da kimya müəllimlərindən deyirəm. Təlim nəticələri məktəbə hazırlıqdan başlayır. Amma mənim fənnimin təlim nəticəsi 7-ci sinifdən başlayır. Fizika 7-dən başlayır da. 7-ci sinifdən başlayır deyəcək. Bəli, deyə bilərsiniz onu. Sonra amma ümumilikdə sual verir. Sizin fənninizin təlim nəticəsi desə də, deməsə də siz ümumi danışın. Qoy bilsin ki, müəllim bilir ki, yəni məktəbə hazırlıqda da nə keçirilir, nə var, nə yox, oradan da məlumatınız var. Deyirsiniz ki, ümumi olaraq təlim nəticələri məktəbə hazırlıqdan başlayır. Mənim fənnimin də təlim nəticəsi məktəbə hazırlıqda olduğu üçün, tədris olunduğu üçün məktəbə hazırlıqdan başlayır. Amma fizika müəllimləri deməyəcək ki, mənim fənnimin təlim nəticəsi məktəbə hazırlıqdan başlayır. Çünki məktəbə hazırlıqda fizika keçmirlər axı ona görə. Hansı sinifdən başlayırsa, siz öz fənninizin adını çəkib deməlisiniz ki, bu sinifdən başlayır. Sonra, bəs yaxşı, bullying nədir müəllimə? Bullying sinifdə olan şagirdlərə qarşı, yəni şagirdlərə bir-birlərinə olan fiziki zorakılıq bullyingdir, sosial bullyinglər var. Yəni şagirdlərin bir-birlərinə qarşı ola bilsin, hansısa bir şagirddə cızıq izləri varsa bu fiziki bullyinglər gedir. Ya kimsə baxışı ilə bullying eləyə bilər, hansısa bir uşağa, şagirdi zərər verə bilər. Bu bullyinglər hiss olunur, yəni müəllim tərəfindən onu hiss olunur və bunun qarşısı alınmalıdır. Bullying nədir müəllimə qeyd etdi ki, psixoloji, fiziki və psixoloji şiddət və zorakılıqdır. Bəli. Bullying halları heç bir zaman adiləşdirilməməlidir. Yəni onu görməzdən gəlmək, onu göz ardı etmək olmaz. Böyük bir problemlərə yol aça bilər. Bullyingin növləri var. Qeyd eləyəcəksiniz ki, məqsədli bullying, məqsədsiz bullying, verbal, fiziki, düşünülməmiş, nə bilim, sosial bullying, kiberbullying, tədris bullyingi sayacaqsınız bunları. Sonra qeyd eləyəcəksiniz ki, bullying halı ilə qarşılaşan şagirdlə necə danışaram, fərdi söhbət apararam, psixoloqla əməkdaşlıq eləyərəm, psixoloji dəstək göstərərəm, sakitləşdirərəm, nə bilim, hər iki tərəflə danışaram. Bəli, bunlar öz qaydasında deyəcəksiniz. Başqa məsəl üçün, valideyn əgər gəlsə sinifdə şagirdə, hər hansısa bir başqa bir şagirdə təzyiq göstərsə sizin dərsinizdə, dərs gedişatı zamanı o qədər olub ki, valideyn gəlib öz uşağını belə döyüb sinifdə. Bu hallarla qarşılaşsanız necə tədbir görərsiniz? Dərhal valideyni sinifdən kənara çıxardaram. Başqa bir otaqda onun sakitləşməsini, öz emosiyalarına idarə etməyini deyərəm. Yəni sonra onunla fərdi söhbət apararam. Onun başqa bir valideynin sinifə daxil olması, kiminsə uşağını şiddət göstərməsi düzgün deyil. Onun qanuni hüquqları yoxdur elə bir şey. Yəni çalışaram bunu başa salım. Əgər dinləməzsə, valideyn öz bildiyini, öz istədiyini deyərsə, buna psixoloqu da, məktəb rəhbərliyini də işə cəlb edərəm. Və ona başa salaram ki, kimsə sənin uşağın üçün, hansısa bir valideyn uşağın üçün üstünə gəlsə, sənə necə təsir eləyər? Yəni bu cür başa salaram, başa salmağa çalışaram. Yəni qeyd eləyəcəksiniz ki, istər onun öz övladı olsun, olur da öz övladın birdən gəlir dərsin ortasında
şiddət göstərir və yaxud da başqa bir, valideynin övladı olsun, gəlir ona da bir də görürsüz şiddət göstərir. Ona görə də istər öz övladı olsun, istər başqa bir qeyri-uşaq olsun, həmin şagirdlərin təhlükəsizliyini birinci növbədə qorumaq sizin vəzifənizdir bir müəllim olaraq ki, o uşaqların Bəli. təhlükəsizliyini qorumaq üçün. Təbii ki, o valideyni dərhal sinifdən kənarlaşdırırsınız. Bu mübahisənin ümumiyyətlə şərait yaranmasına icazə vermirsiniz. Çünki valideyn icazəsiz sinifə daxil ola bilməz və ümumiyyətlə valideyn o Bəli. aqressiya ilə, o əsəblə içəri daxil olanda onsuz da siz biləcəksiniz ki, yəni bu valideynin məqsədi nədir bu dərsə girməkdə, sinifə daxil olmaqda və siz də həmin an dərs izah etdiyiniz yerdə, dərs zamanı baş verirsə, deməli nə etmək lazımdır? Həmin valideyni dərhal kənarlaşdırmaq lazımdır. O sinifdən çıxartmaq lazımdır. Valideynə demək lazımdır ki, yəni tapşırmaq lazımdır ki, əyləşin, sakit olun. Mən sizlə zəng vurulanda tənəffüsdə fərdi şəkildə söhbət edəcəm. Bu məsələyə aydınlıq gətirəcəyik. Hal-hazırda mən dərs izah edirəm, ona görə də xahiş edirəm dərsimi pozmayın. Yəni çıxardırsınız bayıra. Sonra özünüz dərs bitəndən sonra tənəffüs olanda həmin şagirdlə valideynlə fərdi söhbət aparırsınız. Səbəbini soruşursunuz ki, bax bu lap öz övladına qarşı belə olsa, səbəb nədir? Yəni bu aqressiyanın, bu əsəbin uşaqların içərisində belə bir halın düzgün olmadığını başa salırsınız. Uşağa psixoloji olaraq təsir etdiyini, travma almasının şərait yaranmasına, hamısına, yəni bu səbəb olmasına, yəni şərait yaradırsınız deyə bilərik ki, yəni bu halla nəinki o uşaqların digərlərini də qorxuda bilər. Ona görə də uşaqların ilk növbədə təhlükəsizliyini təmin edirsiniz, valideynlə fərdi söhbət aparırsınız, yəni səbəbini öyrənirsiniz, araşdırırsınız məsələni, amma məsələ nə olursa olsun, yenə də o hallar yol verilməzdir. Valideyni də danışdırıb, ona da psixoloji dəstək göstərməlisiniz ki, onun əsəbləri sakitləşsin. Məsəl üçün, olar ki, uşaq şagirdə icazə alır ev aparmaqdan ötrü. Ola bilər valideyndir, başqa cür danışa bilər, uşağa başqa cür şiddət göstərə bilər. Ona görə də ümumiyyətlə razı olmamalıyıq. O valideyni başa salıb, fərdi söhbət aparıb, lazım gəlsə, yəni psixoloqla da əməkdaşlıq etməliyik. O şagirdlə də psixoloji dəstək göstərmək lazımdır. O valideyn artıq o aqressiya ilə onun üzərinə gələndə artıq o da psixoloji təsir göstərmiş olubdur. Ona görə də şagirdlə də, valideynlə də fərdi söhbət aparıb bu məsələni həll etmək lazımdır. Yaxşı, bəs müəllimlə şagirdin münasibəti necə olmalıdır? Müəllimlə şagirdin münasibəti birinci növbədə hörmət, empatiya qurulmalıdır. Yəni irəliləyəcək heç bir münasibət olmamalıdır. Şagird də öz yerini bilməlidir. Yəni müəllimə qarşı olan hörmətini, empatiyasını saxlamalıdır. Hər halda şagird müəllimə güvənməlidir. Belə baxanda, yəni güvənməlidir, ona inanmalıdır. Valideyn nədir? Müəllim-şagird münasibətləri bu cür qurulmalıdır ki, özünün hansısa bir problemi varsa, müəllimə biləcək qədər o güvənməlidir müəlliminə. Doğrudur. Və valideyn, şagird müəllimdən qorxmamalıdır, çəkinməməlidir. Müəllim də əlçatan olmalıdır ki, şagird problemini, hər sözünü, yəni belə deyək də, ola bilər ailə-daxili problemi olar, ola bilər psixoloji travma ala bilər, ola bilər yoldaşları tərəfindən bullyingə məruz qala bilər. Bunu gizlətməmək üçün müəllim elə bir şərait yaratmalıdır ki, şagird müəllimdən çəkinməsin, qorxmasın, sözünü deyə bilsin. Düzdür, səmimi olmalıdır, səmimilik üzərində qurulmalıdır, amma müəyyən çərçivə daxilində. Yəni soruşulsa ki, siz şagirdlərlə dostluq etməyə bacarırsınızmı? Yəni onları ələ ala bilirsinizmi? Onların dərdinə yana bilirsinizmi? Deyəcək ki, müəllimlə şagirdin münasibəti səmimilik üzərində qurulmalıdır, empatiya üzərində qurulmalıdır. Müəllim şagirdə anladığını göstərməlidir. Şagird müəllimdən qorxmamalıdır, çəkinməməlidir, amma səmimilik müəyyən çərçivə daxilində olmalıdır. Dostluğa keçməsin. Çünki dostluğa keçəndə şagird müəllimi ciddiyə almır, müəllimə şəxsi suallar verir, müəllimin keçdiyi dərsi ciddiyə almır o uşaq. Yəni bunu dəfələrlə şahid olmuşuq, ona görə dostluq yol verilməzdir. Bəli, doğrudur. Çox sağ olun, Esmira müəllimə. Deməli, Mehriban müəllimə. Sənəm müəllimə burdadır. Sənəm müəllimə. Müəllimə, bir söz soruşa bilərəm. Bəli, müəllimə, axşamınız xeyir. MİQ-də də icmal yazılır. Bəli. MİQ-inki ayrıdır, müəllimlərin işə qəbulunki, sertifikasiyanınki ayrıdır. Bəli, onların da icmalı gələcək. Hə. Sənəm müəllimə, buyurun, özünüzü təqdim edin.
Mən Əlicanova Sənəm. 1993-cü il 26 oktyabr Şabran şəhərində anadan olmuşam. 4 nömrəli tam orta təhsil məktəbində təhsil almışam. Daha sonra eyni zamanda musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışam. Azərbaycan Dövlət Akademiyası nəzdində musiqi kollecində fortepiano ixtisası üzrə təhsil almışam. Bundan əlavə Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi müəllimliyi fakültəsində fortepiano ixtisası üzrə yenə təhsil almışam. Nəsimi rayon 35 nömrəli tam orta Bakı şəhər Nəsimi rayon 35 nömrəli tam orta məktəbdə musiqi müəllimliyi üzrə fəaliyyət göstərirəm. Mən məktəbdə keçirilən bütün tədbirlərdə öz xor kollektivimlə iştirak edirəm. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə xor kollektivimizlə fərdi və kollektiv şəkildə iştirak edirik. Fərdi keçirilən müsabiqələrdən birində şagirdim 3-cü yeri tutmuşdur. Müəllimlərin sertifikasiyasında və müəllimlərin işə qəbulunda iştirak etmişəm. Sertifikasiyada 54 bal, işə qəbulda da 70 bal toplayaraq uğur qazanmışam. Məqsədim şagirdlərdə musiqi zövqünü, musiqi duyumunu formalaşdırmaq, Azərbaycan və dünya bəstəkarları haqqında, onların tanınmış əsərləri haqqında məlumata yiyələndirmək və eyni zamanda Azərbaycan milli musiqisinin, aşıq sənətinin, muğamlarımızın, milli musiqi irsimizi onlara tanıtmaq və sevdirməkdir. Əla. Şagirdlərimlə xor kollektivində iştirak eləmişəm tədbirlərdə, yəni bunları Şagirdlərimdən ibarət xor kollektivi yaratmışam aha, və həmin xor kollektivi ilə həm fərdi, həm də kollektiv şəkildə məktəb daxilində və eyni zamanda Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə iştirak etmişik. aha, bəli. Müsabiqələrin adını deməyə yəqin ki, ehtiyac yoxdur da. Belə deyim, hansı müsabiqədə iştirak eləmisiniz? Yəqin ki, musiqi ilə bağlı olan bir hansı müsabiqələr idi müəllimə? Çox iştirak eləmişik. Mən axırıncı dəfə iştirak elədiyimiz Təhsil Nazirliyinin daxilində olan, yəni onunla keçirilən Səslərimiz Birləşsin. Səslərimiz Birləşsin birinci xor festivalı keçirildi. Orada da uşaqlarımız təltif olundular sertifikatla. Ondan əvvəl keçən il işə bəli, uğur qazandılar. Keçən il də mən 2-ci yarım il işə qayıtmışdım. Onda da Çıxdı Günəş Doğdu Cahan Nur ilə belə bir müsabiqə keçirilmişdi. Orada da şagirdim 3-cü yerə çıxdı. Belə diplomla təltif olundu. Əla, əla. Orada bunu qeyd edirik. Bu bizim üstünlüyümüzdür. Çox gözəl. Bir dənə anadan olduğunuz tarix kifayət edir. Başqa məsəl üçün universitetə qəbul olduğunuz, işə qəbul olduğunuz, neçənci sinifdə getmisiniz məktəbə falan bunlara ehtiyac yoxdur. Çünki bunlar sizi orada çaşdıracaq. Ona görə illəri az qeyd edirik, demirik. Ümumiyyətlə bir dənə anadan olduğumuz tarixi deyirik. Yerdə qalan ilk təhsilinizi 9-a qədər, 11-ə qədər oxumağınızın fərqi yoxdur. O sizin ilk təhsiliniz, ilk təhsil aldığınız müəssisə hesab olunur. Yəni ilk təhsilimi filan müəssisədə almışam, sonra universitetə, konservatoriyaya, kollecə fərqi yoxdur. Yəni bunlara qəbul olmuşam. Qəbul olmuşam deyək. Daxil olmuşam, yox qəbul olmuşam. Aha, bəli, doğrudur. Sonra gözəl. Deməli, təlim nəticəsi nədir sənə müəllimə? Təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan bilik və bacarıqların əvvəlcədən müəyyən olunmasıdır. Təlim nəticəsi ümumi anlayışdır, amma dərsin məqsədi xüsusi anlayışdır. Bunları deyim, yoxsa ehtiyac yoxdur? Deyə bilərsiniz, deyin, əlbəttə. Təlim nəticəsində Təlim nəticəsini birinci nədən çıxarırsınız? Müəyyənləşdirərkən nədən istifadə edirsiniz? Bunlardan deyin, sonra onun o ümumi təlim nəticəsi və dərsin məqsədinin fərqini deyin. yaxşı. Təlim nəticəsi alt standartdan çıxarılır. Alt standart dəqiq, düzgün olduğuna görə bəzən onu da elə təlim nəticəsi kimi götürə bilərik. Və təlim nəticəsinə uyğun da meyarlar müəyyən olunur, qiymətləndirmə meyarları, hansı ki, uşaqlar yəni nə etməli olduqlarını bu meyarlara əsasən müəyyənləşdirirlər. Sonra təlim nəticəsi də necə müəllimə nəsə dediniz? Xeyr.
Aha, Yox. buyurun. Hə, təlim nəticəsi də ümumi anlayış olduğuna görə, deməli, fənnin Şagird. bir var ki, bir var səviyyələr üzrə təlim nəticəsi məktəb tərəfindən təyin olunur. Səviyyələr üzrə təlim nəticəsi, bir də fənnin ilin sonu üçün nəzərdə tutduğu təlim nəticəsi və fənnin bir akademik dərsin sonu üçün nəzərdə tutduğu təlim nəticələri vardır ki, o da gündəlik planlaşdırmada öz əksini tapır. Bəli. Deməli, bunu siz baş hərfləri ilə də yadınızda saxlaya bilərsiniz. TMS, Teams sözü ilə yadınızda saxlaya bilərsiniz. T hərfi təhsil səviyyələri üzrə olan, M hərfi məzmun xəttləri üzrə olan, S hərfi sinifin sonu üçün olan, bir də gündəlik dərs üçün olanı bilirik ki, o dərsin məqsədidir. Bir də gündəlik bir akademik daş saat üçün olan var ki, buna biz dərsin məqsədi deyirik. Sonra deyirik ki, yəni belə sual verilsə ki, bunu ola bilər ki, ayrıca sual verilsin ki, təlim nəticəsi ilə, ümumi təlim nəticəsi ilə dərsin məqsədi birdirmi? Ümumi təlim nəticələrini orada vurğulamaq lazımdır ki, yəni ümumi təlim nəticələri deyəndə ümumi addır bu. O 4 dənə bölgünün ümumi adıdır. Amma dərsin məqsədi isə xüsusi anlayışdır. Bəli. Çünki dərsin məqsədi ümumi təlim nəticəsinin bir bölgüsüdür. Bəs yaxşı müəllimə, siz təlim nəticəsini müəyyənləşdirərkən nəyə əsasən müəyyənləşdirirsiniz? Nədən istifadə edirsiniz? Təlim nəticəsini müəyyənləşdirərkən 6 standartdan istifadə eləyirəm. O da bizim metodik vəsaitdə müəllim üçün nəzərdə tutulmuş metodik vəsaitdə göstərilir. İndi də elektron jurnallarda verilir. Ona əsasən təlim nəticəsini çıxarırıq. Təlim nəticəsi lövhədə göstərilir. Ondan sonra belə başqa nə deyim? Bəs yaxşı. Belə deyək də, təlim nəticəsi əvvəlcədən lövhədə yazılır, əvvəlcədən şagirdlərə elan edilir. Bir də qiymətləndirmə meyarlarını əvvəlcədən elan edirdik. Yaxşı, bəs təlim nəticələrini tam reallaşdırmadıqda nə edirsiniz? Təlim nəticələrini çalışmaq lazımdır ki, o çox təyin eləmirik axı biz orada. Mən gündəlik planlaşdırmada bir dənə ya 2 dənə nəyisə, məsələn, öyrəndiyi fəaliyyəti, elə bil ki, öyrəndiyi bacarığı fəaliyyətə çevirməlidir. Biz onu məsələn yazırıq ki, hə, öyrəndiyi məsələn tutaq ki, filan mahnını oxuyaraq biz fəaliyyətə çevirmək, yəni nümayiş etdirir. Ondan sonra ya da ki, mütləq bir dərs müddətində o təlim nəticələri müəyyənləşməlidir. Digər dərsə qala bilməz. O zaman qalar ki, həmin dərsimiz 2 saat olarsa, o zaman biz saxlaya bilərik. Amma bizdə 1 saat olduğuna görə, ona görə elə 1 saat daxilində biz onu gerçəkləşdirməliyik. Ay, sağ olun. Gerçəkləşdirib reallaşdırırıq. Bəs yaxşı, planlaşdırma nədir müəllimə? Planlaşdırma da dərsin, deməli, planlaşdırma əvvəlcədən müəllim keçəcəyi dərsi, yəni ki, akademik dərsi əvvəlcədən planlaşdırır. Bu bir də illik planlaşdırma var. İllik planlaşdırma bütün tədris ili nəzərdə tutulur və orada keçiriləcəyi vaxt, nəzərdə tutulduğu vaxt, resurslar, ondan sonra nə qeyd edirik biz ora? Bunlar bir də resurslar yoxdur bizdə. Yox, resurs yoxdur. Keçirəcəyimiz vaxt, nəzərdə tutulan vaxt, standart, bir də mövzuların adları qeyd Ay, sağ olun. olunur. Yəni dizayna görə fərqlənə bilər. Dizayna görə fərqli ola bilər. Məsəl üçün məndə resurs var, inteqrasiya var. Yəni resurs, inteqrasiya ola bilər, ola bilər. Yəni demirəm hamısında var. O dizayna görə dəyişə bilər. Resursla inteqrasiya da ola bilər. Amma gündəlikdə nə var bəs? Gündəlik planlaşdırmanı planlaşdırarkən bunu proaktiv müəllim planlaşdırır. Özü də bunu planlaşdıranda ilk öncə biz yazırıq orada deməli təlim necə yazırdıq? 6 standart idi, təlim nəticələri idi, qiymətləndirmə meyarı, resurslar idi. Resurslar deyəndə iş üsulları, iş formaları, bunları yazırdıq. Mövzunun adı və aşağıdan yazırıq biz öyrənmə fəaliyyəti, öyrənmə prosesi. Məsələn, öyrənmə fəaliyyəti belə bir şeydir. Sonra orada qısa bir hissəsini yazırıq. Ondan sonra ev tapşırığı yazırıq. Ev tapşırığı
Sonra refleksiya, hansı refleksiyadan istifadə edirik? Məsələn, çox vaxt 3-2-1 üsulundan istifadə edirik və, sonda, vsyo, qurtardı. Başqa heç nə Əslində yox idi, mən bilmirəm. Əslində ev tapşırığı sonda olmalı idi. Bəli, motivasiya Hə, birincidir. refleksiyadan. Aynen. Motivasiya birincidir. Öyrənmə prosesi, dərsin gedişatı ikincidir. Sonra üçüncü refleksiya, qiymətləndirmə, Bizdə yoxdur müəllimə. illik planla, Biz gündəlikdə. yazmırıq axı. Bizdə tamam bu il, bu il tamamilə hər şey dəyişildi bizdə. Bizə icazə verilmədi. Bütün planlarımız hamısı dəyişdi. İllik planlaşdırmalar da dəyişdi, gündəlik planlaşdırmalar da dəyişdi. Gündəlik Əvvəl siz deyən kimi yazırdıq. Hə, gündəlik planlaşdırmada o motivasiya falan, onlar hamısını çıxartıblar. Onu eləyiblər öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyətində də orada birinci necə sual, yəni ki, belə motivasiya nöqtə, belə tədqiqatın aparılması, belə qətiyyən bunlardan istifadə olunmur. Mənə dedilər ki, sən yəni hansı dövrdə qalmısan? Mən təzə qayıtmışam axı işə, bilmirdim. Mənə dedilər təzə forma çıxartdılar. Yəni oradan burdan öyrəndim, axır elə yazdım. Yəni o formalardan qəti istifadə etmirlər. Siz dərsə birinci motivasiya ilə başlamısınız, müəllimə? Motivasiya ilə başlasam da mən onu gündəlik planlaşdırmada ad kimi yazmıram. Yəni ad olaraq yazmıram. Yəni, Deyirəm ki, məsələn, uşaqlara sualla müraciət edirəm belə. Amma məsələn orada yazmıram ki, motivasiya nöqtə, məsələn bu sual və ya tədqiqatın aparılması, bu qabağında da bu. Belə deyil. Öyrənmə fəaliyyətini mən necə keçirəmsə yazıram ki, bu sualı verdim. Onlar mənə belə cavab verdi. Sonra nə bilim, Deməli, onlara müəllimə, belə belə deyim də mən sizə. Orda, belə deyək də, gündəlik planlaşdırmada sizdə dizayn fərqlidir. Yəni sxemlər var ki, orda məsəl üçün, mənim istifadə etdiyim illik planlaşdırmada, mənim istifadə etdiyim məsəl üçün gündəlik planlaşdırmada daha doğrusu belədir ki, orda var öyrənmə prosesi, belə deyim, birinci motivasiyanın adı yazılıbdır, sonra dərsin gedişatı, öyrənmə prosesi yazılıb, sonra qiymətləndirmə, refleksiya, yəni adlarla yazılıb da bir sözlə, amma sizdə o adlar yoxdur. Siz yox, onu özünüz yoxdur. qurursunuz. Ayrıca siz onu eynidir müəllimə, format eynidir. Yəni motivasiyasız dərs olmaz. Refleksiyasız Hə, yox, qiymətləndirmə. motivasiya eləyirik. Hə, Hə, yəni yox, onlar eləyirik. Ayson, Sadəcə qiymətləndirməsiz, yazmırıq. refleksiyasız, motivasiyasız dərsin gedişatında, yəni bunlar mütləq şəkildə olmalıdır. Sadəcə yenə deyirəm, dizayn fərqi var. Məsəl üçün mən sizə indi Artinin keçən illərim təqdim etdiyi o icmal siyahısını göstərəcəm. O icmal siyahısında da motivasiya yoxdur. Yəni orada da yoxdur motivasiya. Özümüz qururuq o motivasiyanı, özümüz yazırıq. Məsələn, o xanalar verir, xanalar da, o sətirlər verir. O sətirlərdə özümüz yazırıq. Məsəl üçün, özümüz ora birinci Elə. motivasiya da yaza bilərik. Bəli, özümüz birinci ora motivasiya da yaza bilərik. Yəni onlar şərt deyil ki, ora motivasiyanı qara hərflə yazsın, qoysun ki, yəni burdan motivasiya yaz. Özümüz motivasiya, sonra oradan başlayırıq. Dərs necə başlayır, necə motivasiya yazır? Elə. Çünki motivasiyasız dərs olmaz, refleksiyasız, qiymətləndirməsiz, yəni belə olmaz. Maksimum dizaynlar dəyişir, belə deyim. Məsəl üçün əvvəllər var idi 7 mərhələli icmalda. Orada var idi tədqiqatın aparılması, ümumiləşdirmələr, nəticə çıxarmalar falan filan. Amma bunlar görürsüz bunlar çıxarıldı, amma mahiyyət eyni qaldı. Yenə də biz o tədqiqat sualını veririk motivasiyada. Düzdür? Yenə də motivasiyada o tədqiqat sualını veririk. Sonra şagirdlərə qrup işi verirsiniz. Şagirdlər gedir o qrup şəklində onu hazırlayır, nəticə çıxardır, ümumiləşdirir, müzakirə olunur. Görürsüz yenə də o ümumiləşdirmə, müzakirə var o qrup işinin içində. Qrup işinin içində var o. Var, amma Sadəcə yazmağı yazmırıq. Sadəcə o uzun-uzadı yazmır da. İndi bizim işimizi yüngülləşdirib onlar ki, müəllimə bir də ayırmasın, elə bir dəfəlik məsəl üçün qısa-qısa yazsın ki, qrup işi təşkil edirəm, uşaqlar fikirlərini ümumiləşdirir, müzakirə edir. Bunun içərisində getdi artıq ümumiləşdirmə, müzakirə nəticə çıxarır. Bəli, o cür elədik. Ayson, bəli, yəni belə. Sonra məsəl üçün siz bunu gündəlik planlaşdırmada edirsiniz və planlaşdırma dediniz ki, müəllimin dərsi effektiv və sistemli şəkildə qurmasını təmin edən yol xəritəsidir. Yaxşı, bəs dərsi planlaşdırmamış gedəndə necə idarə edirsiniz dərsi? Planlaşdırmasız gedirəmsə, yenə də özüm nəzər yetirirəm dərsdən əvvəl, həmin mövzuya nəzər yetirirəm. Yəni özüm, yəni beynimdə qururam, ya əlimdə bir vərəq varsa ona uyğun yazıram, eləyirəm. Elə gedirəm, keçirəm. Yəni nəysə ki, planlaşdırmamış sinifə daxil olmursunuz. O Yox, vərəqi yox. yazsaq da, əlimizə qolumuza yazsaq da planlaşdırmamış dərsə girmirik. Yəni orada deyirik ki, mən planlaşdırmamış dərsə daxil olmuram. Çünki Elədir mənim. Ayson, çünki niyə? Çünki planlaşdırılmamış dərs keyfiyyətsiz dərsdir. Həqiqətən, keyfiyyətsizdir. Girir məsəl üçün müəllim 45 dəqiqəni danışır.
Nə bir bunun motivasiyası var, nə refleksiyası var, nə qiymətləndirməsi var. Ev tapşırığını da verməyə vaxt yoxdur. Uşaq müəllimdən qabaq çıxdı, getdi, müəllim qaldı belə. Sonra da gedir qrupda şikayət edir ki, ev tapşırığını götürmədən çıxıblar sinifdən. Adama deyirlər, ay müəllim, 45 dəqiqə sən onu orada dərs izah eləyincə, o düzgün vaxt idarə eləyərdin, qurardın, bir uşaq da bilərdi ki, bu dərs qurtarır, axırıdır dərsin. Yəni uşağın da ürəyi partlayır, yazıq neynəsin, zəif bulan kimi qaçır çölə. Müəllim 45 dəqiqə danışır dərsi. Ona görə də planlaşdırmada amma biz vaxtı düzgün bölürük, düzgün idarə edirik vaxtı. Yəni bölürük ki, 5 dəqiqəni motivasiyaya ayırmalıyam, 15 dəqiqəni dərs saatına ayırmalıyam, 15 dəqiqəni uşağın, şagirdin fəaliyyətinə ayırmalıyam. Sonra 5 dəqiqəni qiymətləndirməyə, 3 dəqiqəni refleksiyaya, tapşırığa. Yəni bunların hər birini biz əvvəlcədən müəyyənləşdirib planlaşdırırıq. Doğrudur müəllimə, bəs yaxşı. Valideyn övladının sinifdə, belə deyək də, ən yaxşı şagird olduğunu, ən yaxşı oxuduğunu iddia eləyərsə, onda və digər şagirdləri kiçildərsə ki, mənim şagirdim elə bu sinifdə yaxşı oxuyan mənim şagirdimdir də, elə bu sinifdə ən tərbiyəli uşaq mənim övladımdır da, daha doğrusu belə səsləndirir, fikirlər səsləndirir. Bu zaman siz necə həmin valideynə reaksiya verərsiniz? Olur da. Həmin valideynə mütləq onunla fərdi danışmaq lazımdır. Yəni ki, fərdi söhbət eləyərək verbal bullying eləyir də elə bil sanki o. Onunla söhbət aparıb ayrı-seçkili eləməməklərini, əgər uşağı haqqında məlumat almaq istəyirsə, fərdi şəkildə gəlib məlumat alsın və yəni uşaqlara belə təzyiq etməsin. Yəni başqa necə, əgər başa düşməsə, məktəb psixoloquna da yəni ki, xəbər vermək olar. Yox, səhv Aha. dedim. Məktəb psixoloqunda qatıq bu işə, amma yenə də. Deməli deməli var, belə valideynlər var, çoxdur. Gəlir məsəl üçün deyir ki, bir dənə söz deməli deyil. Elə mənim uşağım da hər şey yaxşı, məsəl üçün dərsə həmişə hazırlıqlı gələn. Elə mənim uşağım Amma da ən bizə tərbiyəli olan bu sinifdə. Bu da Bizdə ümumiyyətlə valideynlər icazə verilmir məktəbə girməyə. Ona görə mən heç elə halına rastlaşmamışam deyənə. Onlar ancaq qapının o tərəfində gözləyirlər. Yəni içəri qəti olmaz da. Ancaq valideyn iclasları, nə isə iclas olarsa, məktəb lap tərəfindən deyək ki, telefonla çağırırlarsa. danışanda, lap telefonla əlaqə saxlayırsınız, Hə. məlumat vermək istəyirsiniz. Məsəl üçün o da sizə deyir ki, elə mənim şagirdim də, məsəl üçün mənim övladım da yaxşı oxuyan, tərbiyəli, o sinifdən tərbiyəsi elə mənim uşağımdır da. Onda nə deyirik? Deyirik ki, hər bir uşaq, hər bir uşağın ümumiyyətlə unikal olduğunu deyirik. Müxtəlif öyrənmə tərzlərinə, müxtəlif qavrama səviyyələrinə və müxtəlif inkişaf səviyyəsində olduğunu bildiririk. Yəni ki, digər uşaqlar da inkişaf edir. Müəyyən səviyyələrdə, hamı eyni səviyyədə inkişaf eləsi deyil ki. Yəni müxtəlif səviyyədə inkişaf edirlər şagirdlər. Və bu məsələdə diqqəti digər şagirdlərlə fərqlərə yox, yəni mən də qoşulub valideynə demərəm, hə, məsəl üçün, düzdür, sənin şagirdin filan yaxşı oxuyur, sənin övladın yaxşı oxuyur, sənin övladın məsəl üçün ən yaxşı oxuyandır, bu sinifin yaxşı gözüdür falan. Yox, belə yox. Valideynin görür ki, düzgün danışmır, düzgün yəni rəftar eləmir, digər şagirdləri kiçildir. Ona görə də demək lazımdır ki, hər bir uşağın özünə məxsus tərzləri var. Hər bir uşağın öz səviyyəsi var, bilik səviyyəsi var və müxtəlif səviyyələr üzrə inkişafdadır şagirdlər. Və mən də həmin o valideynin övladını başqa şagirdlə müqayisə edərək deyil, şagirdin dünənki bacarığı ilə bugünkü bacarıqlarını, yəni dünənki şagirdlə, yəni belə deyək də, məsələn, şagirdin adı Əlidir. Dünənki Əli ilə bugünkü Əlini fərqləndirərəm. Şagirdlərlə deyil, o digər şagird özünün dünənki o Əli ilə bugünkü Əlini mən fərqləndirərəm ki, dünən necə idi Əli? Əli bir ay bundan qabaq necə idi, indi necədir? Yəni fikri ona yönləndirərəm ki, öz övladımdan danışaq. Yəni bu dəqiqə hal-hazırda məsələ Əlidir. Niyə gedib məsəl üçün digər uşaqları müqayisə eləməliyik ki? Mən əgər valideynlə danışıramsa, o bir uşaqları nəyə görə bu məsələyə qatmalıyıq ki? Və yaxud da şagirdlərim nəyə görə valideyn kiçiltməlidir ki? Ona görə mən maksimum valideynə deyərəm ki, hər bir şagird müxtəlif potensiala malikdir. Hər bir şagirdin özü öyrənmə tempi var, müxtəlif səviyyələrdədir. Məsəl üçün, Əli də dünənki, məsəl üçün, bir ay bundan əvvəl necə idi, indi necədir? Əlinin mən zəif cəhətlərini, güclü tərəflərini vurğulayaram ki, yəni Əli də vaxtında zəif idi, indi məsəl üçün yaxşıdır. Və yaxud da keçən dəfə nədə çətinlik çəkirdi, nədə zəifliyi var idi, hansı yerlərdə çətinlik çəkirdi. Yəni bunun hər birini valideynə izah edərəm ki, hal-hazırda mövzu sənin övladındır. Başqa uşaqlarla müqayisə eləməyək. Bəli, yəni bunu belə, bu məsələni belə. Amma siz psixoloqa da müraciət elədiniz. Yenə də valideynə kömək olar. Sonra, bəs yaxşı, sinifdə o qrup işi təşkil edərkən, o lider uşaq ki var ha,
Lider uşaq ki var, o heç kəsə imkan vermir. Ancaq özü danışır. Ancaq özü sizin gözünüzə girməyə çalışır ki, müəllim ancaq mənə yaxşı qiymət versin. Məni yaxşı oxuyan görsün, görsün ki, mən hazırlayıram, hamıdan yaxşı mənəm çalışan. Digərlərinə imkan vermir ki, ağzını açsa. Siz həmin şagirdlərlə necə rəftar edərsiniz? Heç Necə başa xoşum salırsınız? gəlmir elə şeydən. Hə, deməli, onu necə başa salaram? Ona başqa bir iş tapşıraram ki, başı qatışsın, o birisilər də, nə bilim, o birisilər də bir şey eləsin. Nazlı müəllimə ən gözəl yol tapıb. Ən rahat yol. Ən rahat yol. Bir Yəni də deyərəm ki, icazə ver digər yoldaşların da, yəni fikirlərini söyləsin. Ya qrup aranızda, yəni deyirəm ki, işləyin məsələn tapşırığı və bir nəfər orada əvvəlcədən mən çalışaram ki, orada qaydalar qoyum ki, onlar qaydalara riayət eləsin. Ən yaxşısı ay, odur ki, sağ olun. qaydalar qoyulsun, riayət O lazım. eləsinlər ki, və onlar sonra ona uyğun deyim ki, hə, öz aranızda həll eləyin. Özünüz kim çıxacaqsa nümayəndə onu seçin. Həmin nümayəndə sizin adınızdan iştirak eləsin. Ay, Belə sağ olun. olanda aralarında problem də olmaz. Bəli, bəli. Birinci qaydalar, qrup qaydaları olmalıdır. Qrup qaydalarında o nəzakətlilikdir, bir-birinə hörmətdir, əməkdaşlıqdır, ünsiyyətdir. Bunların hər biri o qaydada göstərilir. Bəli, göstərilir və şagirdə də qrup qaydalarını xatırlatmaq lazımdır. Xatırlatmaq lazımdır. Dərsdən sonra fərdi şəkildə söhbət aparıb əməkdaşlığı təmin etmək lazımdır. Yəni başa salmaq lazımdır ki, bu qrupdur. Sənin yoldaşlarının da bax vəzifələri var, onların da rolu var, onlar da iştirak eləməlidir və sən onlarla əməkdaşlıq eləməlisən. Yəni hər bir nəzarəti öz üzərinə götürüb və yaxud da cavabdehliyi öz üzərinə götürmək yox. Sən lidersən, sən onları idarə eləməlisən. Özünü yəni can atmamalısan irəli. Onları yönləndirməlisən. Lidersən məsəl üçün. Bunu belə başa salmaq lazımdır. Yəni lider hər hansısa bir belə deyim, güclə deyil, öz fiziki gücü ilə və yaxud da özünü belə deyək də daha çox aktiv göstərib digərlərini kölgədə qoyan deyil. Yəni lider bu deyil. Lider Mahiyyətini başa salmaq lazımdır. ay son lider şagirdlər yoldaşlarını istiqamətləndirən, yoldaşlarını yəni o digər o qrupu idarə eləyən şəxsdir. Yəni imkan verməlisən ki, ona da fikrini bildirsin. Onlarla əməkdaşlıq eləməlisən. Qrup qaydalarını xatırladıb başa salmaq lazımdır uşağı. Bəli. Nazlı müəllimə, bir dənə